25 iyunda keçirilən müəllimlərin sertifikasiya imtahanında Biləsuvar rayon Əliyabad kənd sakinləri olan ata və qızı yüksək nəticə göstəriblər. Siyasət İsayev 57, qızı Ulduz Mirzəxanlı isə 55 bal toplayaraq uğurlu nəticə əldə ediblər. Biləsuvarda müəllimlər ailəsi kimi tanınan bu ailədə hazırda 7 müəllim gənc nəslin elmə yiyələnməsində uğurla çalışır. Onlardan ikisi ata və qızı sertifikasiya imtahanında yüksək nəticə göstərib. Dedilər, suallar çətin düşür, suallar tam normal. Dərslikə demək olar ki, dərs proqramlarına uyğun, heç bir dərslikdən kənar, heç bir nəyəsə əsaslanan bir şey deyil. Qızımın, yenə deyirəm, uğuruna daha çox da sevinirəm. Yəni o da çalışırdı. Bundan sonra da yenə müəllimlik peşəsində də daimi çalışacaq. Hazırda siyasət müəllim Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça Məktəb Lisey kompleksində, eyni zamanda Rüfət Mikailov adına Bəydili kənd tam orta məktəbində fizika fənnini tədris edir. Ulduz Mirzəxanlı isə Malik Priyev adına Əliyabad kənd tam orta məktəbində fizika müəllimi kimi çalışır. Mənim bu peşəyə gəlməyimdə ən böyük rol olan atamdır, ən böyük dəstəkçim. Yəni bu peşəni mənə sevdirən insan elə atam özü olub. Ziyalı ailəsindən adan olduğum üçün elə gözümü açdığım müddətdən ancaq kitab, qələm, dəftər belə şey görmüşəm. Bu nümunəvi ailənin uğuru gənc nəslə bir öyüd, təhsilə xidmət edənlər üçün isə böyük motivasiyadır. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV, Biləsuvar.